Zoopark vlogu part 2'ye hoş geldiniz. İndi size burada çok maraqlı bir şey göstereceğim. Tanıyırsınız özünü tanınmış TikToker Erol Quliyev. Oturup orada gördüğünüz gibi. Erol necəsin? Başı nə idi mənə baxdı. Bir dənə kəllə atmağıyla yapışmamız bir olar. Onun dimdiyinə bax. Uşaqlar göy toyuq tapdım burada. Sultan toyuğuymuş, pardon. Bu bağlı tutuquşu. Bir dəqiqə dayan da video çəkirəm. Bu bağlı tutuquşu. Bu da açıq tutuquşu. Tutuquşu değil bu, nə deyil? Ya satır ya satır. Tovuz quşu. Uşaqlar meymunlar çıxmırlar çölə, baxmaq istəyirdik. Gedib giriblər ora. İndi mən də düşəcəm ora. Meymunlar necə çağırırlar? Gəh bili bil bil bili bil bil. Bir uşağını belində daşıyır, fədakar ana. Aa, o anaydı, o birisi ataydı, bunlar da uşaqlardı. Çözdüm mən buranı. Bu nə quşudur bilmirik, amma qəşəngdir. Ayaqları da qaradır. Dırnaqlarını laklayıb. Uşaqlar, belə bir quşlar var burada. Bayağı da böyük qəfəs düzəldiblər. Toğlu götürən imiş adı. Aa, bu quşlar qırmızı kitaba daxil olub. Və qartal tapdıq. Uşaqlar, dəvə tapdıq. Tük tökmə vaxtları imiş bunların. Ona görə qarınlarının altında tük yoxdur. Nə yap? Aa. Estağfurullah. Mən ata minirəm. Neynirsən, üstümə gəlmə. Aa! Bu hələ də özünə gəlməyib. Yəni ya tüpürməyə hazırlaşır, ya da özünə gələ bilmir. Tüpürmə ha. Sən tüpürcəyin iyrəncdir. Burada tək ayaqlılardır. Bunlar da bayaqdan dalaşırlar. Elə bir söhbətlərinin üstünə gəlib çıxdıq da qısacası. Sakitləşdilər indi. Bu ikisi çıxardıb baxın davanı, bununla bu. Bir tapdıq. Şirənmişə, şirdir. Mənim qardaşım yatıb amma, hamısı yatıb. Tülkü. Novxanı Mərdəkanda pulsuz gedib baxa bilər. 2000 years later. Siz tülkülər. Necə? Ya o qədər də gəlməz. O qədər də gəlməz. Oxşamır üstünə gələnə. Uşaqlar, bunlar da dalaşır. Həqiqətən bizdə nəsə bir problem var. Haraya gedirik, heyvanlar dava eləyir. Hamısı poposunu dönüb bizə tərəf. Sən niyə bu qədər üzgünsən? Onu bir daha. Küsüb. Deyəsən bununla dalaşıblar. Bunun oturuşunu çok şirindi.